İçərişəhər metro stansiyasından çıxarkən bir qədər irəlidə aşağı hissəsi Ağlaydan, üst hissəsi isə dəmir konstruksiyalı günbəzdən ibarət belə maraqlı bulaq bizim diqqətimizi çəkdi. Ancaq bir çoxları buradan keçərkən üzərində olan təsvirlərə fikir vermirlər. 12 bürcün şəkli Ağlay üzərində oyma üsulu ilə təsvir olunub. Bu bulağın üzərindəki şəkillərə fikir vermişsiniz. Qısa Universitetinin tələbəsiyəm. Hər gün İçərişəhər metrosunun çıxışında bu bulağı görərkən yanından keçirdim, amma üzərindəki şəkillərə çox fikir verməmişdim. Üstündə hər bir ayı simvolizə edən bürclərin şəkilləri, simvolları yerləşdirilib. Bu bulaqdan su içmişsiniz? Xeyr, əslində su içməmişəm, amma metrodan İqtisad Üniversitetinə gəlirəm və burada dəfələrlə qrup yoldaşlarımla bir yerdə əzümümüz üzmüşük burada. Orada 12 bürc təsvir olunub. Yox, ona çox da fikir vermirəm. Siz də düzündə fikir verin. Çoxumuzun da diqqət etmədiyimiz bu bulağın üzərindəki rəmzlər Şərq və Qərb mədəniyyətinin birləşməsinin nümunəsi hesab edilir. Ümumiyyətlə, su bulaqları ənənəsi Bakıda qədim Avropa mədəniyyətindən ilhamlanaraq tikilirdi. Bu ənənə Bakıda yüzilliklərdən qəbul olunub. 90-cı illərdə Bakıda hər bir mənzildə su problemi həll olunub və ehtiyac bəlkə də bulaqlarda yox idi, amma dövlət tərəfindən həqiqətən bu bulaq mədəniyyətinə dəstək olub və şəhərin bəzi yerlərində İçərişəhər metro stansiyasının yaxınlığında, Hüseyn Cəvid prospektinin metro stansiyalarının yanında çox belə gözəl, orijinal, şərq üslubda olan belə gözəl bulaqlar düzəldilmişdir. Bulaqların memarlığı və layihələndirilməsi Bakı memarlığı və 90-cı illərin estetik üslubunu qoruyub saxlamaqla reallaşdırılıb. Bulaqların memarlığında bizim milli materialımız Ağlay daşından istifadə olunub. Çox gözəl, bilirsiniz, şəkildə döymə dəmir məhəccərlər, günbəş şəklində düzəldilib. Hətta bəlkə də 19-cu əsr memarlıq elementlərini istifadə edərkən faktiki Bakının ümumiyyətcə şəhərsalma belə deyək quruluşuna, Bakı memarlığına oxşar şəkildə düzəldilib. Bürc bulağı kimi tanınan bu su mənbəyi üzərindəki relyeflər isə təkcə dekorativ element deyil, zaman, insan və kosmos arasındakı əlaqəni də simvolizə edir. Nigar Babayeva, Emin Tağıyev, Telesər.